Muhterem Müslümanlar, əzəmətli Ramazan ayı artıq sona yetdi və bitdi. Və bu möhtəşəm ayda, həmin o Ramazan ayında nəfslər var cüzü ilə ibadətlərə yönəlməyə çalışırdı. Əlavə namazlarla, zikirlərlə, dualarla, sədəqələrlə, Kur'an okumaqla və s. Bununla da Müslümanlar o möhtəşəm ayda bir çox xeyirlər və qənimətlər əldə etdilər, qazandılar. Və müminə yaraşan da elə budur. Müminə yaraşan odur ki, bütün həyatını, bütün ömrünü fürsət bilən və salih əməllərə davam etməklə qənimət yığar özünə. Xeyirli əməllərə daima, həmişə həris olur. Həmişə həris olur. Axı, Ramazan ayının bitməsiyle salih əməllər bitmir. Xeyir qapıları bağlanmır. Məscid bağlanmır. Məscid yenə açıqdır. Həmin Ramazanda ziyarət etdiyim məscidi yenə ziyarət et. Allah'ın evini təkcə ildə bir dəfə ziyarət edənlərdən olma. Məscid açıqdır. İbadətlərə davam et. Bu salih əməlini kəsmir. Salih əməlini kəsmir. Allah'la əhdini pozma. Zəifləmə. İbadətlərdə davamlı ol. Əksinə, Ramazandan sonra sənin o etdiyin salih əməllərə az da olsa davamlı olmağın, bu Ramazanda etdiyin əməllərin qəbul olmasının əlamətlərindəndir. Amma o şəxslər ki, Ramazandan sonra tənbəlləşir, itayətləri tərk edir və günahlara qayıdır, onlar məhrum olanlardır. Və pis əlamətdir. Həm Ramazanda edilən ibadətlərin, əməllərin qəbul olunmasına bir işarət. Allah doğrusu, insan bundan həzər etməlidir. Və həmin o insanlar barədə sələflər deyərdilər ki, onlar Allah'ı yalnız Ramazanda tanıyan pis insanlardır. Bakın ha, demirlər onlar Allah'ı təkcə Ramazanda tanıyan insanlardır. Allah'ı təkcə Ramazanda tanıyan pis insanlardır deyərlər. Ramazanın Rəbbi olan Allah bütün diğer ayların Rəbbidir. Həmin Allah'dır, təkdir, şəriki yoxdur. Və ibadətlər ona həmişə xoşdur. Ona görə sələflər ilə deyərdilər ki, Ramadani birisi olma, Rabbani birisi ol. Yani sen Ramazan Müslümanı yok. Rabbani bir Müslüman. Rabbani. Yani senin bütün hayatın Allah'a ibadet eden bir mevsim olsun. Allah'a ibadet et hemşe. Daim. Allah subhanahu wa ta'ala buyurur. Fesabbih bihamdi rabbik ve kun mine's-sacidin ve abud rabbaka hatta ye'tiyekel yakin. Rabbini hem sanayla tesbih et ve secde edenlerden ol. Ve ölüm sana gelene kadar Allah'a ibadet et. Ölüm sana gelene kadar. Hemşe. Hemşin Allah Teala buyuruyor. Ya eyyühellezine amenu ittakullaha hakka tukatihi ve la temutunne illa ve entum muslimun. Ey iman getirenler, Allah'tan hakkıyla korkun. Ve yalnız Müslüman olarak ölün. Yani ibadetlerde devamlı ve sabit olun ki hatta hayatınız bununla da bitsin. Hamsi Rabbimiz buyuruyor subhanahu wa ta'ala. İnnellezine kâlu Rabbunallah thumme istakâmu fe la khawfun aleyhim ve lahum yahzanun. O şahslar diyenler Rabbimiz Allah'tır, sonra doğru olan, sonra istikamet üzere olan. Onlara ne korku ne de keder yoktur. Hamsinin buyuruyor Rabbimiz subhanahu wa ta'ala. İnnellezine kâlu Rabbunallah thumme istakâmu تتنزل عليهم الملائكة ألا خوف عليهم
ألا خوف عليكم ولا تحزنون وأبشروا بالجنة التي كنتم توعدون. O şəxslər deyirlər Rəbbimiz Allahdır. Sonra doğru olan, istiqamət üzrə olanlar, ibadətə davamlı olanlar, mələklər nazil olar onlara ölüm ayağında və deyərlər ki, qorxmayın və kədərlənməyin. Allahın sizə vəd etdiyi cənnətlə sevinin. Odur ki, əziz qardaşlar, ibadətlərdən müəyyən nəsibinizi alandan sonra bunu itirməyin, geri durmayın, zəifləməyin. Allah subhanahu teala buyurur: وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا. İpliğini möhkəm eğildikten sonra, yani möhkəm tuttuktan sonra onu açıp söken kadın kimi olmayın. Onu açıp söken kadın kimi olmayın. Yani sen ibadetlerde ilerledikten sonra, ibadetleri alışandan sonra onu terk etmeyin, geri durmayın. Bu yaxşı bir iş değil. Mümine yaraşan bir iş değil. Ona göre Allah Resulü sallallahu aleyhi ve sellem bu şeylerden Allah'a sığınardı. Diğer bir şey, Allahümme inni e'udhu bike minel havli ba'del kubur. Diğer bir şey, Allah'ım ilerledikten sonra gerilemekten, arttıktan sonra azalmaktan sana sığınırım. Sana sığınırım. Bakın, ona göre de biz de bu şeylerden sığınan Allah'a sığınırız. Allah'tan istəyiriz ki, bizləri ibadətdə sabit və davamlı etsin. Barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi min al-ayati və zikril hakim. Aqulu qawli hadha və astaghfirullah li və lakum və lisa'iril muslimin min kulli dhanbin fastaghfiruhu innahu huvel ghafurur rahim.